Selamlar, saygılar herkese. Bu gün də hər zamanki kimi Pərşənbə günü Təbriz saatı 9-da sizin xidmətinizdəyik. Güney Azərbaycandan baxış dizi proqramların 98-ci bölümündəyik və söyləşimizi İnsaf Əli bəy Hidayəti ilə davam edəcəyik. Hər həftədə olan kimi. Mən gözləyim Sayın Hidayət bəy gəlsinlər. Biz söyləşimizdə hər həftə Təbriz saatı 9-da Pərşənbə günü Güney Azərbaycanda olan olayları, bir həftə öncədən olayları və Güney Azərbaycanla ilgili, Güney Azərbaycan milli mənfəətləri ilə ilgili, Güney Azərbaycan milli mənfəətlərinin baxış açısından biz incələməyə və təhlil eləməyə çalışırıq. Sayın İnsaf Əli bəy Hidayət də uzun sürə milli hərəkətimizdə həm bir jurnalist kimi, həm bir düşüncə adamı kimi tanınır və özü də zaten öncədən yəni değişik medialarda, değişik qəzetlərdə, çox böyük televizyonlarda, qəzetlərdə yazıçılıq və şərhçilik etmiş birisidir. İnsaf Əli bəy Hidayət otaqdadılar. Buyurun İnsaf Əli bəy, sizin qeybət edirdik sizin barənizdə. Salamün aleyküm, salam əziz və hörmətli dostlarımıza ki, indi baxırlar, gələcəkdə hər 100 il sonra da baxsalar salam olsun, ərz-i salam ədəb edir. Sizə də salam olsun. Umarım ki, keyfiniz sazdır, yaxşısınız. Çox sağ olun, təşəkkür. Mən elə onu deyirdim ki, mənim qeybətim azaddır. Mən qədimdən demişəm, müsbət mənfi. Mənim qeybətim həlaldır hamıya. Mən elə onu deyirdim ki, yəni siz özünüz yorum bölümündə incələmə, təşrih bir şey, Quzey Azərbaycanda şərhçi deyirlər. Ona görə mən o söz işlətdim. Sizin kamerada da biraz şey etsəniz, ayarlasanız ya biraz uzağa çəksəniz bilmirəm. Və yəni uzmansınız, uzun sürə təcrübəniz vardır və hətta yəni düşüncə sahəsində də. Ona görə biz sizinlə bu söyləşiləri davam edirik və əlbəttə ki, bəzən qonaqlarımız olacaqdır. Yəni necə ki indiyəcən ən azından bir mənə görə 50-yi aşkın qonağımız olmuş proqramda. Yəni tanınmış milli hərəkətin tanınmış adamlarından ərz edirəm. Və milli hərəkətdə yuxarı dərəcədə fəaliyyət edənlər, təşkilatların rəhbərləri olsun, təşkilatların tanınmış adamlar olsun, onlarla yəni söyləşi aparmışıq, müsahibə eləmişik bu proqramda. Bu proqram, bugünkü proqram 98-ci bölümdür. Doğrudur. İnsaf Əli bəy. Və yoldaşlar ona baxa bilərlər. Buyurun. Buyurun. Bunları cənabınızla keçən həftədən danışdığımıza əsasən iki yerə böləcəyik proqramı. Bir xəbərlərin təhlili, şərhi, bir də düşüncə səthində danışarıq. Xəbər səthində bizim 3 dənə önəmli məsələmiz vardı. Bəlkə 4 dənə hətta. Biri o Hülya xanım Öztürkün İran adlanan məmləkətə gəlməsi və Azərbaycanın bəzi şəhərlərindən görüş eləyib insanlarla danışması, onun pan-farsların, pan-iranistlərin içindəki olan reaksiya onun üçün, bir də türklərin içində olan bu məsələdir. Mənim nəzərimə bu çox önəmlidir. Bir dənəsi bu Ermənistan 4 dənə Azərbaycana kəndi verdi və Azərbaycan torpaq birliği, yəni Azərbaycanın çoxlu torpaqları var, o cümlədən Zəngəzur məsələsi var. Bunlar söz olmalıdır. Məncə bu da önəmlidir. Bir dənə pan-farslardan necə məsələn cənabınızla mən mümkündür biz Azərbaycanlıların ya türklərin bir teyfinin, bir parasının fikirlərini simbolizə eləyə bilirik. Yəni lazım deyil ki, məsələn, hamı bir fikrin deyə. Bəlkə də birdən göz 10 dana fikir, yəni bir millətin fikrini gəlir, nümayəndəlik edir.
Farslardan da biri geçən həftə məqalə yazıb, bir balaca yazı yazıbdı. Orada deyib ki, Azərbaycan xüsusən Təbrizi nəqşədən silmək, bir 4-5 milyon insanı aradan aparmaq bizə bir müşkül yaratmaz. Sazimanimilər bir bəyaniyyə verər, təəssüf elər, filan, məhkum elər, qutardı getdi. Ondan sonra bir şey olmaz. Bu da mənim nəzərimə önəmli bir şeydir. Bunu da danışmalıyıq. Və son xəbərdəki fikirdən qıssa da danışsaq, bunu da danışa bilərik. Geçən 2 ildə 8 milyon İranda kasıblığa ya o xətti fəqrin altına, fəqirliğa çoxalıbdır. Bu da bu xəbərlərdəndir. Ondan sonra ikinci bölümdə də mən bu geçən həftə bir dostumuz xatırlasaz zəng elədi, telefon elədi. Bir sual soruşdu bizdən. Biz də ona cavab vermədik əslində. Amma düşündük ki, onu bu həftə düşüncə bölümündə elə onunla başlayaq. Həm o dostumuza cavab olsun, həm bir fikir öyrətək. Bu insanlar bir-birimizlə nə cür davranmalıyıq, nə cür xitab eləməliyik, nə cür soru soruşmaq kültürü nədir, necədir? Kültürdə bir-birimizi soruda üzrsən, bir-birimizi hədə-hərbələmək, nə bilim, bulan eləmək, bunlardan keçək. Bu da bir bəhsidir ki, düşüncə bəhsində buna aparır. Sizcə, əgər münasib olsa, Hülya xanım Öztürkün Təbrizə, Azərbaycana, Urmiyə, Zəncana, Tehrana müsafirət eləməsi haqqında buyurun fikirlərinizi. Siz buyurun, öyle yani kısa. Siz buyurun görüşünüzü, biz de diyelim, sonra öbürü konuya geçelim. Tamam. Onda mən çox danışıram, istəmirəm çox Yok, danışıram. aslında əksinədir. Buyurun. Bəy, Hülya Öztürk cavan bir qızdır. Türk CNN-də işləyir. CNN Türkdə işləyir. İllərdir ki, bu xanım sininin cavanlığına baxmayaraq çox təhlükəli yerlərə səfər edir. Azərbaycan-Ermənistan savaşında, 44 günlük savaşda və hə belə son savaşdakı 23 saat çəkdi. Bu zamanda da Azərbaycana səfər elədi, Azərbaycan cibhələrinə getdi. Cibhədən çox canlı, yaxından verdi. Yəni canını ortaya qoyan bir xanım. Və elə əlbəttə ki, özü deyil, onun yanında bir iki əməkdaşı var. Bərabər gedirlər, çox ciddi iş işləyir. Və bu İsrail Qəzdə məsələsində getdi, oraya yetişdi ki, canlı təhlükəyə düşdü. Televizyonda canlı dedilər ki, oradan çıx. Yəni bunu mən özüm şahidəm ki, canlı dedilər ki, Hülya sən oradan həmən getginə konsulluğa, konsulluq səni çıxarsın da, şeyi gözlətmə. Yəni normal yolla gedəsən, deyəsən mən gedim hava alanına, oradan özüm gedim, yox, konsulluq səni çıxarsın. Yəni onu təqribən də olar konsulluğun siyasi maşınına mindirəcəkdilər, gətirəcəkdilər, mindirəcəkdilər təyyarəyə, ondan sonra ötürəcəkdilər gəlsin ki, o cür oldu. Bu xanım milli bir xanımdır, türkçü bir xanımdır, türk dünyasında demək olar tanınmış bir xanımdır, mediaya giribdir. Bunun Azərbaycana gəlməsi bizə çox önəmlidir. Yəni çoxlu insanlar gəlir indi Güney Azərbaycana, İrana, Türkiyədən. Görürlər və təəccüb edirlər. Azərbaycanlılar türk danışır. Bu bunu göstərir ki, Fars-İrancılıq təbliğatı bu keçən 100 ildə türklərin beynin elə yurtdur ki, onlar deyirlər və İranlı deyən hamı Farsdır. Amma bu insanlar ki, gəlirdilər, balaca videolar qoyurdular. Onlarda göstərirdilər ki, Azərbaycanlılar, türklər, məsələn, xanım getmişdi Qəşqaistana, getmişdi Türkmənistana, getmişdi Əraka, getmişdi Həmədana, Zəncana. Bunlardan video götürür, amma bunlar azdır. Oğuz bəy, bunlar bir də ki, media deyil, bilirsiniz, nəhayətdə sosial şəbəkədə bir neçə nəfər görür. Amma Hülya xanım, o zaman ki, bir dana Hülya xanım kimi tanınmış Türk dünyasında və savaş bölgələrində tanınmış bir xanım gəlir, topluma girir. Urmiyədən başlayır, insanlarla danışır. Məsələn, hamı deyəndə deyir ki, Təbriz türkdür. O gəlir Urmiyədə gedir, Təbrizə gedir, Zəncana gedir, ora-bura və Tehranda məsələn xanım insanlarla danışır. Cəlib bu idi ki, insanlar hətta Azərbaycan türkcəsi ilə, yəni Fazəri ilə danışmırlar bu xanımına. Önəmlisi budur ki,
İran mediası, panfarslar, İran dövləti gördü ki, Azərbaycanlılar bu 100 il baskının altında bir reaksiya, bir əksüləməl göstərirlər. Nədir? Türkcəni Azərbaycan türkcəsi ilə danışırlar. Türkiyə türkçə ya İstanbul türkçəsi ilə tanınmış dilinə danışırlar və çox gözəl danışırlar. Yəni o qədər gözəl danışırlar ki, adamlar mən özüm baxanda deyirdim bəlkə bu məsələn Türkiyədir, amma birdən gördüm ki, adam Təbrizdə danışır, Təbrizlidir, ya Urmiyəlidir, ya o birisi yerlərdir. Bunun bizim üçün də çox təsiri var, çünki canlı olaraq bu xanımlar, bu ağalar şurada danışırdılar. Hülya xanımla. Bunlar Türkiyədə əks tapırdı. Türkiyədə görünürdü. Bunlar türkdülər, bunlar türk düşünürlər, türk hakimiyyət istəyirlər. Ya məsələn bunların hər halda hamı bilir İranda nə vəziyyət var. Yəni Türkiyəlilər bununla belə ki, bilməsələr də İranın hangi şəhərləri, hangi bölgələri, ya nə qədər türk var, nə qədər türkdülər, amma bunu bilirlər ki, burada bir baskılı dövlət var, burada bir ziddi demokratik dövlət var, burada bir ziddi insan dövlət var, burada bir ziddi insan nəcatpərəstlik, ırqıcı bir dövlət, millət var. Bunu görürdülər. Amma bu Hülya xanımın ora getməsi, bunları yaxından danışdırması, bunlara deyir ki, okey, bunlar eləyə bilərlər. Məsələn, siyasi məsələdə İranla İsrail vuracaq, vurmayacaq, bu məsələdə mühafizəkarlıq eləyərlər. Amma bugünkü sözlərin bəzi fikirləri qoyurlar ortaya, türkçe dilində danışırlar, türkluqlarından, kimliklərindən əsirgəmirlər. Bunu görsəndir ki, burada bir ciddi millətçilik var. Oğuz bəy, xüsusən xanımlarda biz gördük bu ciddi millətçiliği. Mən özüm şəxsən buracan, məsələn, mən də özüm bu cür deyirdim Oğuz bəy. Deyirdim ki, Oğuz bəy şeydir xiyabanda öz tanıdığı adamı danışdırır. Təbii ki, Oğuz bəyin tanıdıqları milli adamlar. Amma birdən bir dənə jurnalist gəlir, orada videonu çəkir, görürsün 100 nəfər durub orada baxır və istəyirlər danışalar, istəyirlər əks salarlar, istəyirlər. Bu özü bir şeydir, yəni bir mesajdır. İran mediasında bu cür deyil. İran mediası gəlir orada durur, adamlar danışmırlar. Deyirsən yalan deyəcəksən, yaymayacaqsan, biz gərək sözümüzü değişdirək. Amma burada Türkiyədə durub orada deyir ki, mən gözləyirəm, məndən belə əks salarsan, mən aparam, iftixar edirəm ki, dostlarıma, ailəmə, şəhrimdə görsədəm, mən Hülya xanımla əks almışam məsələn. Bu qədər önəmlidir. Bu nəyə bənzədirəm mən Oğuz bəy bunu? Avropanın bir Avropa, müttəhid Avropanın parlamanından xanım getmişdi İran məclisinə, yadınıza gəlsə. Nümayəndələr onunla əks salmaq üçün özlərini öldürürdülər. Hazırla bir şey də verirlər əllərindən ki, ondan əks salsınlar. Bu ona bənzir ki, onlar ona iftixar edirdilər. Yəni, biz bu xanımla əks almışıq, bizə bu fürsət verildi. Bizimkilər də Türkiyədən gələn bir jurnalistlə ki, tanınmışdı və milli bir adamdı. Onunla salmaqla onlar bu milli hisslərini göstərdilər, Oğuz bəy. Bunlar bu düşüncələrini göstərdilər. Buyurun, çox qərar oldu, uzun danışmayaq, amma mən uzun danışdım. Yox, zamana baxırıq, yəni qısa konulara yetişək, yəni. Çox sağ olun əziz yoldaşlara. Bu canlıyı mən açdığım üçün ona görə mən baxıram yazılara və mən bəzi özümə haqlar qail oluram. Halbuki elə siz özünüz orada baxsanız siz də danışa bilərsiniz. Yəni yoldaşlar salam verirlər. Salamlar, saygılar. Mən Oğuz bəy başladım bunu canlını yaymağa dostlara. 150 nəfərə göndərəcəm. Umarım ki, hər dostumuz da ki vardı, onlar da dostlarından bir neçəsini siz də yayasınız, yoldaşlar. O demək istəyirəm ki, mən burada canlıyı mən başladığım üçün burada həttəmən ki, yazıları görürsünüz. Yoldaşlar salamlar, saygılar yazırlar. Bizdən də sizə salamlar, saygılar, sevgilər. Güney Azərbaycandan qatılanlar və Güney Azərbaycandan eşitdə olan yerlərdən qatılanlara indidən salamlarımızı, saygılarımızı sunuruq. Və sonradan da ki, proqramımız yayılandan sonra başqa yerlərdən o sonradan baxanlara da, izləyənlərə də indidən sevgilərimizi, saygılarımızı sunuruq. Mən də öz görüşümü bu barədə deyim. O da budur ki, bizə görə bu jurnalist, adını çəkdiyiniz jurnalist CNN Türkiyə çalışır. Və təbii oradan hüquq alır və sizin dediyiniz kimi də çoxlu yerlərə ki, güya təhlükəlidir onun özünə də, orada da görünür. Halbuki əlbəttə ki, öyle deyil.
Onun ətrafında şey var, qorumacılar var və değişik kameramanlar var. Və televizyona çıxan hemen hər şey önceden İngilizcəsini deyim, skript olunmuş şeylerdir. Yani önceden her şey hemen kararlanır. Ve çok az bazen görürsünüz ki bir qaf verilir, bir problem olur. O da ki dünyaya məşhur aləm olar ki, ay bak burada bu yıkıldı, ay orada böyle oldu, ay böyle oldu. Olub indiyəcən. CNN'in fikir babası olan elə Amerika CNN'inin mesela Christian Amanpour'u da öyle kullanması hər kəsin malumudur. Hər kəsin bilgisi bu konudaki media necə işlənilir devletler tərəfindən, hər kəsin bilgisi az ise, bilgi edinmək istəyirsə və bizdən öğrenmek istəyirsə, təbii ki biz bu barədə önceden danışmışıq, yenə də danışarıq. CNN Türk de Türkiye hakimiyetinin, AKP hakimiyetinin yandaş bir televizyonudur. Ve AKP hakimiyetinin ki o bölgede geçen en azından 20 ilde Güney Azerbaycan'ın sesinin dünyaya kaldırılmasının ve getirilmesinin en çok boğanı ve önünde duranı olmuş. Ve İmam Hatip medreselerinden ümmet düşüncesinin kalkmış bir hakimiyet. Ve biz, ben burada bir parantez açayım, o da budur ki biz Güney Azerbaycan'dan baxışda biz Türk memleketlerin iç işlerine katışmarıq. Asla. Bu bizim sınırımızdır. Kimseye de izin vermərik. Onların iç işleri əslən katışmarıq özümüzü ve hansı hizb başına gəlsə, bize Türk memleketlerinin istiqrarı önemlidir. Güclülüğü. Ancaq xarici siyasətlərinə əlbəttə ki qatılarıq. Əlbəttə ki Güney Azərbaycanı ilgiləndirən xarici siyasətlərinə əlbəttə ki qatılarıq. Ona görədir ki, o istiqamətdədir ki, mən görüşümü elan edirəm ki, CNN Türk, Türkiye hakimiyyətinin yandaş televizyonudur. Və Türkiye hakimiyyəti İmam Hatiplərdən çıxmış, ümmət düşüncəsiyle Güney Azərbaycan səsini en azından geçen 20 ildə en çok boğmağa çalışan hakimiyet olmuş o bölgede. Güney Azerbaycan'ın bu Türkiye'de olan yandaş televizyonlar bir tane iki tane değil, gazetler, uzun listesi var gazetlerin, televizyonların, medyaların ki bu düşüncenin ki büyük vəhşətləri var bölgede Güney Azerbaycan Türk'ünün çıxmasında həmişə. Və genelde bölgede dedikleri kimi memleketlerin tecziye olmağına ve yeni memleketlerin yaranmağına şiddetle karşıdır. Yani, Türkiye hakimiyeti böyle. Türkiye hakimiyetinin en büyük fobiyası, fobiya yani korku, gizli korkusu Güney Azerbaycan'ın yaranmasıdır. Türkiye hakimiyeti bunu siyasi felsefesinde, yani Ahmet Davutoğlu ki bu düşüncenin, AKP'nin siyasi felsefesini yazandır. Ben Bülent Arınç birileri ki, onlar demirəm ki, onlar daha bilgisizleridir. Ama en bilgisiz siyasi felsefesini yazan Ahmet Davutoğlu resmi öz Güney Azerbaycan'la ilgili bölümünde, öz kitabında açıkça yazır ki, Güney Azerbaycan məhkurəsi, düşüncesi ve hareketi Amerika'nın yarattığı ve CIA'nın bir projesidir. Ve əsla Türkiye hakimiyeti ve genelde devletini tabii işaret edir. Buna yardım vermemelidir. İran içinde İran Türklüğüne bir türlü yardım verilmelidir. Veya bir türlü sempati kurulmalıdır. Bu Türkiye hakimiyetinin Güney Azerbaycan ziddine şeydir. Ve Türkiye'de yaşayan Azerbaycanlılar, Güney Azerbaycanlılara da böyle bir düşünce enjekte olunmuş ve orada olan hatta tanınmış milliyetçiler de böylediler. İran'da Türklere ve İran Türklüğüne. Hatta bizim bir hocamız var Türkiye'de, o bir kitap yazdı o zaman ve onu da o kitaba göre öldürdüler sonra. Hemen öldürdüler. Kitabıyla çıkmamıştan öldürmüşler. Kitabıyla hemen çıkıyordu. O kitabın adı Türklerin İran'ıdır. Çünkü bilirsiniz herkes İran Türkleri değil. Ancak Türklerin İran'ı. Ki elbette ki düz yazmış. Elbette ki o bizim hocamız. Ki ben onu çok severim. Benim düşünce hocalarımdan biridir. Ki o bölge ya Türklerindir. Bölgeni Türkler idare etmişler. Ve adaletinden uzun süre esir kapatmışlar. Ve indi faşist hakimiyeti uzaktan gelen kolonyal
güclərin əlindən bu fürsəti, bu girəvanı əllərindən qapmış. Niyə? Çünki orada bir qəflət olmuş türklərə və Rza Pəhləvi öz vəli nemətinə xəyanət eləyərək qudut eləmiş. Çox gözəl. Bu gözəl ideyadır. Bu gözəl ideyadır. Ben buraya getmirəm danışıq. İstədim deyəm ki, böyle bir düşünce kaynağı kitapta vardır. Ki biz onu o zaman hemen çıkmakla hemen okumuşuz. Ki güzel ideyadır. Ancak bizim derdimize Azerbaycan tarihi mehdudesinde Güney Azerbaycan devletinin ve hakimiyeti kurulmasını biz ondan yanıyıq. Biz bölgede birinci felsefemiz Azerbaycancılıktır. Bizim Türkçülüğümüz hemen Azerbaycancılığımızdır. Bizim Azerbaycancılığımız hemen bizim Türkçülüğümüzdür. Bu üzüyle barmaq kimindir. Asla birbirinden şey etme. Yani yani ikisi de aynı şeydir bize. Türkiye devlet hakimiyetinin bu kadını oraya göndermesiyle ve çok skript olunmuş, belli davranışlarla orada o skript danışıklar, müsahibeler, biz haberimiz var, dinledik de. Biz her halde bunu çünkü Türkiye hakimiyeti Türkçülükte, dünya Türkçülüğünde ve hatta Azerbaycan Türklüğünde en geride kalmış bir durumu vardır Türkiye hakimiyetinin ve onun yandaş medyasının, televizyonlarının. Hamısı irticai ve gerici düşünceleri var. Hatta böyle MHP ki sözde Türkçü bir partiyadır. Yani AKP ki heç ümmetçidir. Ben hatta ben bunu da diyeyim ki dememiş olmayayım sonra. O da budur ki geçmiş en azından 50 ilde Alparslan Türkeş hariç, onun düşünceleri ve siyasetleri hariç, MHP kimin partiyalar, Türkiye'de sözde milliyetçi kimin partiyalar bahis olmuşlar ki Azerbaycan, Güney Azerbaycan'ın sesi ve bu sinsi sistematik katliamın sesi dünyaya yetişmez. Ben bu cümleleri burada dururum ki herkes bunu kullanabilsin. Zaten bunlar bahis olmuşlar. Ve Türkiye'de sözde milliyetçi veya sözde İslamcı hakimiyet partiyalardılar ki bahis olmuşlar. İndi hali hazırda Çin'de 2 milyondan çok atası, anası uşaqlarından uzak, uşaqlarını başka Çin ailelerine hemen satılmış ve verilmiş uşaqlar. Öyle concentration camp'lerde yaşıyor orada Türkler. Doğu Türkistan'da. Bu Türkiye'de olan hakimiyet ve AKP ve ümmetçi hakimiyettir ki Çin'in karardadı var. Sənədli. Her şey istese bunun belgesi bulabilmese biz təqdim ederiz. Çin ile anlaşma budur ki Uygur Türklerini ve Türk milli menfaatlerine Türklerin, Uygur Türklerinin milli menfaatlerine uyalı hiçbir şey Türkiye medyasında çıkmayacaktır. Böyle bir söz verilmiş. Aynı söz bize göre İran devletine de verilmiş. Ki Güney Azerbaycan Milli Harekatı baresinde Güney Azerbaycan'da ne olur? Kimler tutulur? Niye tutulur? Yani bu adam ne olmuş gibi tutulur? Niye bu öldürülür mesela yabanlar? Bunlar danışılmıyor. Bu vaziyette internet kimin bir tane hediye verilip Allah tarafından insana ve internet var. İnternet herkesin elinde bir telefon, herkes olmuş bir jurnalist. Ve bunun bu dalgalarının ve bu bilgi bağlantıların ve akımının karşısındadır ki bu cür yandaş medyalar, CNN kimin, bu kimin bakınca çarəsiz qalmışlar, çox geridə qalmışlar. Düşürlər, gəlirlər sahaya. Halbuki siz Türkiye'de herkes eləyə bilər bir dənə telefonla görər ki, Güney Azerbaycan'da ne geçir. Çünkü o kadar millet bunları demiş. Bunlar baxırlar görürlər. Bunlar geridə qalmışlar. Bunu göndermişler oraya ki, 2 nəfər Türkçesini danışsın ve hamı da şəafə gəlsin ve bunların sevinsinler ki, abi şey. Halbuki orada gelip önceden skripti Türkçüler, Güney Azerbaycancılarla eləseydi. Özde üzünü tutarak veya orada belli olmuş. Çünkü herkes orada belli de sabahlar monitoratı çağıracaklar. Ama bunlar müsahibe olunsaydı, bunlar bazı adamlarla önceden, çünkü bilirsiniz ki çok yerlerde müsahibe olur milli hareketçilerle, değişik milletlerin. Onların üzü
üzünü kapatırlar ve diller sözleriniz onlar da diller Təbrizdə ne olur, Urmiyədə ne olur, Sulduz'da ne olur ve Kürt yayılmacılık siyasetleri olur ve İran devleti orada geçmiş 100 yılda ne eləyir? Yok. Yani xiyabanda yaradacaksan, öyle heyecan yaradacaksan, öyle hype yaradacaksan, çok güzel bir şey ve bazıları da buna aldanacaklar. Halbuki sosyal medya, yani millet bunlardan öndedir. Bunlar sözde aydındılar, medya yürütürler. Millet bunlardan çok öndedir ve bizdeki tam bunlardan çok öndeyiz. Bunlar geride kalmış. Mən bunlara cevap vermək da bunlara cevap vermək də varım da, amma CNN Türk'ün geride çok Türk düşüncesinden, Azerbaycancılık düşüncesinden çok geride kaldığındandır ki, ay onu göndermişler oraya ki iki kelime heyecanlı sözler değilsin milletin ağzında. İnşallah ki böyle, inşallah ki daha da devamı olar ve CNN Türk'de geçen 20 yılda bilirsiniz neçə dənə milli hərəkətimizdə aydın gəlişmiş. Bu aydınları çağırırlar. Lider gelişmiş, düşünce sahibi gelişmiş. Çağırırlar, gelin sözlü diye siz kimsiniz? Yoksa xiyabanda geçenler, herkes xiyabanda geçen zaten istediğini koyur sosyal medyaya. Onda CNN Türk, eğer yandaş medya olmasa, ümmetçi olmasa, Azerbaycan milli menfaatlerini düşün, Azerbaycan'ın yüreği yansa, Azerbaycan'da ezilen millete, yok olan millete, soykırıma geçen millete biraz insanlığı olsa, biraz insanlık kalsa CNN Türk'te 4 tane, bir tane, her ilde bir tane Güney Azerbaycan milli liderlerinden, düşünce sahiplerinin çağırar, ondan bir saatlik program koyar. Ya siz de danışın. Buyurun. Teşekkür ederim. Sağ olun, teşekkür ederim. Doğrusu desək, mən bunların bəzi sözlərindən tərsəm. Ama sözümüz bu olubdu ki, qısa danışaq eləyə bilək yetişək. Yəni indi biz buradan yarım saat mesajı da verdim ama durmadı. Maşallah. Ben de saate baxıram. Saate baxıram. Ərz eləyim ki, yarım saatli danışırıq bir dənə məsələnin üstündə. Mən düz 15 dəqiqədə başladım. 15 dəqiqə. Ərz eləyim ki, indi bunu keçək. Bu müsahibələr gördük, bunların heç birisi skript olmaz. Canlı yayındır. Canlı yayında qabaqdan olmaz. Necə ki biz indi canlı yayındayıq, qabaqdan hissat yoxdur. Yəni hələ biz ikimiz. O halda ki siz xiyabana gedirsiniz, əslən imkansızdır. Yəni illa bu ki məsələn İranda dedim rejim elir, o da gəlir canlı deyil. O gəlir zəbt edir, sonra yayır. Bir-iki dəfə İranda canlı yayın oldu. Onu da Xumeyni fətva verdi. O xanımı öldürsünlər, yadınıza gəlsə o Şin məsələsində. Ondan sonra canlı yayın İranda yığıldı. Ondan sonra canlı yayın yoxdur. Yat belə canlı yayın ki İranda olur, seçkilərdə olar Oğuz bəy. O seçkilərdə də monitor, 7 dənə monitor olar maşında. O 7 monitor şey olar. Bu Türkiyənin CNN-də 2 nəfərdir. Nə necə mühafizi var, nə bir şey var. Bir film götürən də bir də özüdür. Bunlar o xəbərin şeyini istəyirəm deyəm. Çünki nə qədər çox olsa belə ölmək şansı da çoxdur. Hər halda bunlardan geçək. İndi gələk ikinci məsələmiz, əgər müvafiq olsa Azərbaycanın, Quzey Azərbaycan, ya Azərbaycan Cumhuriyyətinin torpaq bütünlüğü təmin olacaq. Bu bir məsələ. Dünənləri Əliyev cənabları Adana, neydi o danışığın adı, üzr istəyirəm, üniversitenin adı? Belə bir adı var. Hər halda yadımda deyil. Orada danışıbdı. Bəli? Yox. Elə Azərbaycan Cumhuriyyətində bir seminar qruplar, Azərbaycanın inkişafı üçün bir seminar idi. Orada danışıbdı. Çox ciddi danışır orada. Ermənistana görə də deyir ki, biz məsələn bilirik bəzi dövlətlər Azərbaycanın əmniyyətini vurmaq üçün Ermənistana savaşa soğuk eləmək üçün çalışırlar. Biz gözləyirik. Əgər görsək bir xətər vardı, girəcəyik ortaya. Hər halda Azərbaycanın torpaq bütünlüğün və nə deyirlər, Zəngəzur məsələsi, koridor məsələsi, bunları bir siz buyurun, sonra da mən. Mən deyişdim. Oldu. Buyurun. Siz başladınız. Buyurun. Başlayayım. Siz lütfen zamana bakın ki beni uyarasınız. 5 dəqiqədə deyəcəm biləcəm. Oldu. Toprak bütünlüğü elbette ki önemlidir Azerbaycan'a. Dünyada tanınmış
tanınmış sınırlar, Azərbaycan sınırları Sovyet dağılandan sonra o sınırlar bellidir. Onu Cənab İlham Əliyev komutanlığında, baş komutanlığında bu toprak bütünlüğü əldə edilmiş ve o zaman benim yadıma gəlir Qarabağ işgal olunanda Ağdam məscidindən xarab eləmişdilər işgalçı ermənilər və oradan bir daş, oraya gelen bir Avrupalı, Almanlı, o Minsk grubundan birisi gelmişti Heydər Əliyev'i görmeye. Oradan bir daş getirmiş ki bu daş da o məsciddendir. Ve inşallah ki işgaldan azad olunar Ağdam ve bu daş oraya götürersiniz ve oranı ibqa edersiniz o məscidi. Ve Heydər Əliyev də gözləri dolur ve danışa bilmir aslında. Ben çok sevinirəm ki Heydər Əliyev'in ruhu şad oldu. Onun oğlu hamımızın üzünü ağ elədi, başımızı uca elədi. O məscidə o daşı götürdü, o məscidi düzəltdi. Evləri, xəstəxanaları, sport yerlərini, hər yeri düzəldir və toprak bütünlüyü bərpa olunur. Azərbaycan Cumhuriyyətinə bu çox önəmlidir. Azərbaycan Cumhuriyyətinin bölgədə güclənməsinə və iktidarına yolunu toprak bütünlüyü açar. Olmaz ki sizin evinizin otaqlarının bir kısmı başka milletin işgali altında ola, ondan sonra siz iktidardan danışarsınız. Bu olmaz yani, ters gelir. Ve Azərbaycan hegemonluğu bölgede yaranmalıdır. Azərbaycan caydırıcılığı yaranmalıdır. Ve Azərbaycanın 8 tane exclave veya Azərbaycan'da hatta işledirler enclave olmayan, qeyri-enclave, o exclave olan, yani memleketten o ana topraktan, bitişik topraktan uzak olar. Tabii ki Azərbaycan hakimiyyətinin altında olmalıdır. Azərbaycan kanunları orada geçerli olmalıdır. Her yerde olur olsun. Aslında fark eləməz Azərbaycan sınırından 10 kilometre oyanda olsun ya 10.000 kilometre oyanda olsun. Siz bilirsiniz ki İngiltere'nin, Fransa'nın ve çok memleketlerin 10.000 kilometre, ne bileyim 15.000 kilometre uzakta, özünden uzakta exclave'ləri var, yerleri var. Bu normaldir. Hiç yani garip bir şey değil. Azərbaycan devleti bunlara hakim olmalıdır ve o dört kəndin, 4 bölgenin Azərbaycanın hakimiyyətinə geri dönməsi, verilməsi, Ermənistan hakimiyyətinin daha da ağırlanmasını ve de millileşmesini gösterir ve daha Fransa'nın ve cinayetkar diaspora terörist gruplarının etkisinin altından çıkmasını gösterir Paşinyan hakimiyyətinin ve daha da ağırlanmasını gösterir. Oradaki o bölgede gelişmenin yolu, Erməni millətinin rahat yaşamağının yolu, Azərbaycan millətinin rahat yaşamağının yolu iqtisaddan geçir, gelişmeden geçir, dostluqdan geçir, sülhüdən geçir. Ve elbette ki yollardan geçir, yolacaklardan geçir, koridorlardan geçir, ekonomi yollarından geçir. Qatar gelsin geçsin, ondan sonra traklar gelsin geçsin, lüleler gelsin geçsin, internetler, elektrikler hamısı gelsin geçsin ki hamı gelirsin, sülh olsun ve harici güclerin ne bileyim neçə 1000 kilometre uzakdaki onların şeyi azalsın. Çünkü ne kadar siz rahat yaşarsanız, güçlü olsanız, onlar da size çok batabilmezler. Siz zayıf olandadır. Yani Ermənini öyle, Ermənistanın milletini öyle zayıf saxlayırsınız. Yani Rusları arz edirəm. Ya o kadar fəqir. Heç kəs orada yaşamak istəmir. Ve o savaş durumunda saxlayırsınız. O da bu cür. Mənə göre Paşinyan hakimiyyəti daha ağıllı davranmış. Umarım ki öbürü yerlerde olsun, verilsin. Umarım ki Zəngəzur şeyi de koridoru da elə o da danışılır. Ruslar da onu danışırlar. Azərbaycan'da, Türkiye'de her kəsin mənfəətinədir. Mən yani en çok Ermənistan mənfəətinədir. En çok bölgede yaşayan millətlərin mənfəətinədir. Olsun ve ərz elədim gene de sülh olsun, barış olsun, refah olsun her kəsə. Buyurun. Doğrudur. Teşekkür ederim. Ərz edeyim ki, mənim bununla belə ki, mütəqidəm
Ağa Məhəmməd xanı Qacardan bu üzə, Qacarlı Ağa Məhəmməd xandan bu üzə biz torpaq itirmişik, torpaq almamışıq. Yəni Ağa Məhəmməd xan ən son olub. Birinci dəfə eləyə bilmişik keçən 250 ildə, 200 ildə, 170 ildə heç olmasa. Birinci dəfə bir dənə lider tapılıb türklərdən Güney Azərbaycan, Kuzey Azərbaycan, Azərbaycan türklərindən ki, itirmiş torpaqlardan birazını ələ keçirdə bilibdi. Bu böyük bir iftixardır Türk dünyasına. Biz Güney Azərbaycanlılar xüsusən bizim özgüvənimizi diriltdi. Bu adamın, bu liderin davranışı, düşüncəsi, ordusu Güney Azərbaycanda da özgüvəni diriltdi. Amma yenə də mənim çoxlu sorğularım var. Mən hələ feylən mütəqidəm ki, əlbəttə ki, indi Ermənistanla Azərbaycan bir dənə 4 dənə də kəndin üstündə danışırlar ki, onlar da gərək qeydlərələr. Amma çox yerlər vardı ki, keçən 100 ildə bizim idi. Ruslar onları bu Stalin zamanında zorla alıblar, veriblər Ermənistana, zorla Rusiyaya veriblər, zorla veriblər Gürcüstana. Biz hələ o Ermənistanla Gürcüstanla Rusiyadan hələ feilin iddia eləmirik, eləməməliyik də hələlikdə. Siyasət belədir Oğuz bəy. Yəni siyasətdə siz baxacaqsınız, görəcəksiniz, bir düşməni hələ yıxın, sonra 2 dənə ayrı düşmən yaradın. Bunu biz içəridə də bunu örgəşməliyik. Əslində Azərbaycan Cümhuriyyətinə baxıb biz içəridə nə cür kürdünlə, farsla, şimallı ilə, filanla davranacaq, bunu örgəşməliyik. Ki düşməni bir-bir gərək yıxasan, bir-bir dağla parlasan, bir-bir addım-addım. Məsələn, Ermənistanı Azərbaycan eləyə bilərdi getsin aslında. Amma əgər burada biraz da idamə savaşsaydı, o 44 gündə davam eləsəydi, nə ittifaqlar düşə bilərdi? Dünyanın hangi gücləri ora gələ bilərdilər? Bunlar hesab olunmalıdır. Biz də bunları içəridə düşünməliyik. Amma indi Zəngəzur var. Zəngəzur tarixi torpağımızdır. Yəni Güneyli, Quzeyli bizim torpağımızdır. İndi Ermənistan hələ 3 ildir icazə vermir, 4 ilə yaxındır ki, icazə vermiş ki, oradan o dəhliz geçsin. Azərbaycan dəhliz deyirlər, koridor da ingilis səsidir. Oradan o dəhliz geçsin, yol dəhlizi. Bunun harasından geçəcəkdir yol dəhliz, o mühümdür Oğuz bəy. Yəni bu ki, İrana yaxın, İran adlanan torpaqların sərhəddinə yaxın oradan geçəcəkdir, yoxsa Ermənistanın o Naxçıvanın başı tərəfdən gedəcəkdir. Çünki siz indi bayaq işarə elədiniz ki, Azərbaycanın vətəndən yapışıq olmayan torpaqları, mənzurunuz Naxçıvandır ya o birisi yerlərdir, bilirəm hara. Amma o Naxçıvanla Azərbaycan torpağının arasında bir qılıç qoyublar bunlar ki, Azərbaycanı 2 yerə bölsünlər torpaq olaraq. Hətta bir müqəyi savaşda eləyəsə, məsələn, buradan oraya güc gedə bilməsin, çörək gedə bilməsin, iqtisad gedə bilməsin. Naxçıvanın insanları çox zorda qalsınlar əsli vətəndən. Bunu onun bir dənə şimal tərəfi var. Yəni o Naxçıvanın bir şimal tərəfi var, bir güney tərəfi var. Güney tərəfi Güney Azərbaycanın sərhədlərinə arazı yapışır. Quzey tərəfi biraz üstə gedir. İndi bunun harasından çəkilməlidir? Yolun sahibi kim olmalıdır? Yolun sahibi necə idarə olmalıdır? Bunun qalan ondan sonra onlar hamısı yazılıbdı. 30 ildə bura işğal olubdu Oğuz bəy. 30 il bura işğal olubdu, evlər dağılıb, şəhərlər dağılıb, minlər qoyulubdu, adamlar yaralanıb, adamlar qətlə am olubdu. Bunların hamısının cəza və cəriməsin Ermənistan verməlidir. Ya Ermənistanın tərəfdarları verməlidir. Zorları çatır 100 milyard, 150 milyard, 1000 milyard, hər nə qədər bizim mütəxəssislərimiz deyəcək, o qədər cərimə verməlidir. Bunu gərək verirlər. Ya torpağı verəcəklər, ya pulu verəcəklər. Hər halda yəni savaşsız da o. Bəlkə də savaş oldu. Yəni mənim bundan belə ki, savaşına müxalifəm, amma nəzərimə gəlir torpağı almaq üçün savaşa hazır olmaq həmişə lazımdır. Həmişə torpağı, vətəni almaq üçün, qorumaq üçün hər bir qarıcı, Oğuz bəy, hər bir qarıcı önəmlidir. Yəni siz deyə bilməzsiniz, okey, buradan bir 100 metr nə fərq edər? 100 metr çox fərq edər. Onun üçün mən onun tərəfdarıyam. Bilirəm də ki, bu İlham Əliyev cənabları böyük lider. Bu məsələləri çox ciddi düşünəcəklər. Onun timi, özü, əlinin altında olan insanlar ki, yüzlər nəfər bu haqda işləyir, orduda işləyir. Bunları düşünürlər. Amma ən yaxşı siyasətdə onlar götürəcəklər təbiətən. Çünki onların əlində informasiyon vardı, ittilaat vardı və ondan yaxşı analiz edə bilirlər.
mən hər halda o 4 kəndin Azərbaycan torpağına qoşulmasını təbrik edirəm. İnanmıram ki, Ermənistan sülhə hazırdır. Mən İran və şeyin nə deyim, Fransa'nın burada təsirini görürəm. Hindistan da qatılıbdı Pakistana qarşı. O da qatılıb ortaya. Bunlar da bir müşkillər yarada bilərlər. Amma umaram ki, Azərbaycan buradan daha çox mənfəət ilə torpaq olaraq, mal olaraq, can olaraq buradan çıxsın və bizim dediyim kimi əvvəldə də bizim ruhiyyəmiz ora bağlıymış. O zəfərlər bizə də zəfər qazandırdı. Biz o gündən bu yüzden bizim milli hərəkətimiz daha güclüdür. Oğuz bəy, mən uzatmayayım. Çox söz var bu haqda deməyə, amma uzatmayayım. Gedək, çünki bizim bir amacımız var. O amac üçün istirik danışaq və gedək ora. O birisi məsələ ki vardı, bu Təbrizi Ermənistandan gəlsək indi Azərbaycana, Təbrizi nəqşədən silmək, ya Azərbaycanı nəqşədən silmək. 4 milyon, adam yazıb 4 milyon, 5 milyon Azərbaycanda Azərini öldürmək bir mühüm bir şey deyil. Öldürərsiniz, gedər sazmanimilər ora-bura bir dana qətnamə verərlər, məhkum elərlər, amma 4 milyonu siz öldürdünüz, bu torpaqları getirdiniz əhlizə. Dəqiqən Oğuz bəy, bu ona bənzər ki, Urmu gölün biz qurudarıq, heç kəsə hesab deyə bilməz, görürsünüz? Yəni, bizim susmağımızdan nəticələr çıxır ortaya. Siz buyurun başlayın bu haqda. Çünki mən danışdım, indi olacaqdı 15 dəqiqə ilə bir mən danışıram, dostlar yorularlar, bir fətə eşitməsinlər. Ya düzdür, ancaq bilirsiniz, bir dənə bir söyləv yarandı bu 1940'larda. Yahudiləri ki, yığırdılar kamplara, Qatarlarla, Ukraynadan, Rusya hər yerdən yığırdılar, gətirirdilər ki, bunları o deyərlər final solution, son çarə. Son çarə budur ki, Yahudilərin hamısı qətlam oluna. O Alman dövləti öyle qərar vermişdi. Onun adını qoymuşdu. Final solution. Son çarə. Bəşəriyyətə son çarə budur ki, bu Yahudilər gərək yox oluna və ya ən azından Avropadan gərək dışlanır. Çünki bunu da yəni uzun sürə elədilər. Ən çox İspanyollar qətlam elədilər və Almanlar, hər kəs, hər millət. Ən çox Yahudilərə etnik olaraq, yəni öyle ki soykırım ediyorlar, yardım eden Türk milleti olmuş ve Müslüman memleketler olmuş. O zaman bir konsept yarandı, bir düşünce yarandı. Bir kelime hala da işlenilir. İngilizce'de olur self-hating Jew. Özünden nefret eden Yahudi. O zaman çok sözde bilim adamları, ne bileyim, görüş adamları gelirdiler. Ve doğrudan da inanırdılar bu anti-Yahud düşünceye. Çünkü yani bakırdılar, gördüler ki bunlar düz değiller. Bu Naziler ve elə dünyanın bütün təqsiri Yahudilərinkidir. Yəni İsa'nı da bunlar öldürüblər. Əgər məsələn bir dənə bir şirkət bunlar düzəldirlər, o şirkətdə başarılı olurlar və təqsir bunlarda, bunların o şeytani gücləri, bunların çox kötülüyü bu Yahudilərin. Yəni baxdı gördü ki, elə kötülük, pislik bu Yahudilərə yaraşır elə. Yəni hətta o zamanki karikaturlarda, əkslərdə, videolarda ki sonra çıxdı, filmlərdə belə. Yəni baxarsanız, Amerikada belə o Nazilərin təsirini almış. Böyle bir adam çəkir ki, böyük burnu var, qulaqları yekədir və oğurluq eləyir onun bunun cibindən. Yəni Yahudini böyle göstəriblər hər zaman. Hətta quyruğu da var bəzən. Doğuz şeklində. Doğuz şeklində çox. Yani bu anti-Yahudilik bir konsept yarattı. Self-hating Jew. Çok güzel bir konseptdir bunu okumak. Hər kəsə ne deyək, savabı var. Hər kəs bunu oxusun ki, bilsin ki ne demek öz-özündən nefret. Çünki baxır görür ki, bütün media, bütün bilgi, bütün buna verilen bu beynine bombardıman olunan bilgi göstərir ki, bu pisdir da. Türk pisdir. Türk xərdir, axmaqdır, utuzmuş hər yerdə bir qabadır. Türkün tarixi yoxdur. Türkün əslən 2 dənə şairi yoxdur, 2 dənə filosofi. Türkün heç bir şey yoxdur. Fəqət qarətgərdir, biyabancərdir, vəhşidir, atın üstünə gəlib mədəniyyəti dağıdır. Və İranı həmlə eləmiş, İranın mədəni şəhərlərini dağıtmış. Yəni Türk budur da. Ona görə
bundan gərək nifrət edir. Düz deyir də, nifrət eləyirəm mən özümdən. O Şamlının gözəl bir sözü var. Deyir ki, esməm, nə bilim, qavrətgər-i cahan, öz deyimə utanıram öz adımdan. O Şamlı deyir. O, ki, Farsların və İrançıların, hətta sol kəsimin çox sevdiyi Şamlı var, ha, Əhməd Şamlı. Deyir, adım Əhməd. Tarixinlə şeyidir, utanc vericisidir. Həzrət Muhammedə deyirlər ki, Muhammedin biraz da Əhməddir. Şamlıdakı tayfasıdır, Şamlı tayfası. O deyir ki, soyadımdakı qavrətgərlərin, cinayətgərləri yadıma salır filan. Yəni bu həmən o self-hating Jew'dur. Bu həmən self-hating Türk'üdür. Yəni bu həmən özündən nifrət edən Türk'dür. Və o öylər də onu qatlamda elər, Təbrizi daradan aparar. O düz deyir də. Məsələ budur ki, biz gərək güclü olaq və özümüzü savuna bilə, özümüzü qoruya bilə ki, güclü olaq ki, biz güclü olsaq bu cür özündən, Türkdən nifrət edənlər bizə gələrlər. Biz nə qədər güclü olsaq bizə gələrlər. Milli hərəkətimizdə Sayın İnsaf Əli bəy, belə köstəpəklər çıxmışdı İran amilləri, İranın milli hərəkətə soxduğu köstəpəklər, Çehrəqani kimin, o bu bəziləri ki, açıqca Azərbaycan hakimiyyətini, Azərbaycan hakimiyyətində olanların ailəsinə, uşağına, qızına, xanımısına elə söyüşlər elirdi. Elə sözlər deyildi ki, adam hicb eləyir, adam hicab eləyir burada, onu ağzına gətirək ki, bunu deyirdi. İmkanı yoxdur ya mənim ağzımdan çıxar. Mən heç canlı yayın olmasın, evdə deyə bilmərəm. O sözləri ki, o Azərbaycan hakimi, həmən ki, indi ona deyirik Müzəffər Başkomandan Cənab İlham Əliyev və onun o əziz, sevimli, gözəl, saygın ailəsi və o biri komutanlar və Azərbaycanın hər əskəri, Azərbaycana hər çalışan əskər, hər iş çalışan, hər düzgün çalışan, hamısı hörmətli. Bir köstəbək var, o köstəbək bunu hər söyüşü söylüyor. Niyə? Və deyirdi ki, ta Əliyev var, Qarabağ azad olmaz, çünki Qarabağı Əliyev satıbdı. Niyə bunu deyirdi? Niyə bu özündən nifrət eləyirdi? Çünki ümidi yox idi. Çünki inanmırdı bu iş olacaqdı. Ola bilər. Yetenek var Azərbaycanlıda. Azərbaycanlı Mustafa Kemal'ın dediği kimi Türk çalışkandır. Türk gerçektir. Türk doğrudur. Türk bunu yapar. Zaman aparar yapar. Hazırlanar. İndi hazırlanarkən sən ona yağından vurasan. Hazırlanarkən sən onu həmlələyəsən. Ona ailəvi yamanlar deyəsən. Bu nəyi göstərir? Özündən nifrət eləyən Türk. Ki, ən böyüyü, ərz elədik də, bu köstəpəkdir. Ən böyüyü odur. Ki, inanmırdı. İndi ki, bu işlər oldu, indi ki, Qarabağ azad oldu, hələ 7 rayon da azad oldu, Qarabağ da azad oldu, o bayraq da Xan kəndinə vuruldu, hələ eşdə qalan eksklevlərdə dönür. İndi güc orada görsənir, o İlham Əliyevin dediyi dəmir yumruq görsən. Dəmir yumruq görünəndən bilsən nə olur? Həmən bu köstəpəklər, həmən bu özlərindən nifrət eləyənlər, həmən Azərbaycana qarşı danışanlar, həmən Türkü küçümsəyənlər, özündən nifrət edənlər, söykənərlər qudrətə tərəf. Hə, yaxçıdır. Azərbaycan İlham Əliyev çox yaxçıdır. Onlar bizdən də önə keçərlər. İnanın bizdən də önə keçərlər. Bəli. İnanın sabah bizdən də qədər Azərbaycançı olacaqlar. Və bizdən də önə keçəcəklər bu köstəpəklər, bu xainlər, bu özlərindən nifrət edən türklər. Həmən adam ki, gəlib, siz buyurursunuz ki, demişəm Təbrizi də yox elərik, bizə nə fərq edir, yox elərik. Həmən adam inanın gəlib sizdən önə keçəcək. Bilirsiniz nə zaman? Güc sizdə olanda. Təbriz mərkəzli Azərbaycan Cumhuriyyəti yaranında, Güney Azərbaycan Cumhuriyyəti və o bayraq oraya vurulanda və Böyük Azərbaycanın qurulmasına meclislər görüşəndə ondadır ki, o adam gəlib millət vəkili olacaqdır. Doğrudur. Təşəkkür edirəm. Məncə Döşür Çehrəqanın adını çəkdik. Məncə haqqı vardı. İstəsə gəlib bu proqramda danışa bilər. Proqram tizində əlbəttə mühəndisliyin əslində əlaqəsi yoxdur. Mən hər halda bu ləqəbidir də, mən də qəbul edirəm, amma hər halda onun şeyidir də. Heç o pərəstlar da ola bilməz milli hərəkət. Əlaqələr döyüşdür o.
Ərz eləyim ki, Dərz eləyirəm. hər halda onun məncə bu haqqı vardı, eləyə bilər ki, Əlbəttə ki, gələ haqqı burada var, danışa, özündən gəlsin dəfə desin eləyər, ki, difa eləyə bilər. amma O da biz demədik, qalsın o tərəfə də. biz ona töhmət vurma, biz onun dediklərini dedik. Hər halda, Əlbəttə hər halda, yəni utandıq, hücb elədik deyə. tamam. Təhlil elədik. Tamam. Ərz eləyim ki, o mənim, yəni nəzərim sizdən fərqlidir bu konularda. Mən mötəqidəm insanlar, hər kəs bu hərəkətə giribdir. Yanlışları ilə, doğruları ilə çalışır. Yəni bu hərəkətdə mütləq hamı düzdür ola bilməz. Yəni imkansızdır. Bizim mütləq şeyimiz yoxdur. İnsanlar yanlışları ilə, doğruları ilə insandılar. Siyasilər yanlışları ilə, doğruları ilə siyasidirlər. Amma siz də işarə buyurdunuz, məsələn, bu bir yana vaqiyyətdir. O insanlar özündən nifrət eləmək. O adam özündən niyə nifrət edir? Çünki özün zəif görür. Özün zəif görəndə güclüyə yapışmaq istəyir. Güc mühümdür. Güc də neçə şeydə olur. Gücün əsli başda gələni paradır. Nə qədər iqtisadi güc, pul gücü o çox olsa odur. Ondan sonra ordudur, ondan sonra rifah ki, məsələn, aşağı təbəqələrdə biraz o üz olsun, olardı. O gücdür. Siz o gücə tərəf insanlar mail olarlar. Hər nə qədər siz gücsüz olsanız, sizdən qaçarlar. Kasıb adama heç kəs dost çıxmaz, heç kəs sahib çıxmaz. Siz nə qədər güclü olsanız, bizim o qədim Azərbaycan məsələlərində çox qəbih məsələlər var, amma qəbihlərini deməyək da. Deyir ki, toyda dövlətli, varlı əldən qoysa, da dedik da, arasında dedik, yəni deməyim. Amma deyir ki, o kasıbın başına salarlar. Ya toya kasıbı çağırsalar, işlətməyə çağırarlar. Amma bunu göstərir ki, yəni biz Türklər Güney Azərbaycanda əgər özümüzdən bu self-hatred, özümüzdən mütənəffir olmağa yetişmişdik, illətli bu ki, zəif olmuşduq. Vaqiqiyyət də budur. Mən keçən günlərdə də dedim. Biz Türklər keçən 150 ildə, 170 ildə heç olmasa başlamışıq hər şeyi uduzmaqda. Hamımız müstəmiri olmuşuq. Təhcə dövlət ki, yarım müstəmirədir məncə Türkiyədir. Yəni burada da cənabınız məndən müxalifət edə bilərsiniz, bilirəm, amma biz vaqən bunu vermişik. Onun üçün Türk dünyasında bəlkə, xüsusən Güney Azərbaycanda biz bir nəcatpərəst, irqçı bir rejimin altında qaldığımız üçün belə bir özümüzdən utanmaq, türkçülükdən utanmaq bizim içimizə yerləşmişlər, beynimizə yerləşmişdirlər. Biz bundan şükür Allaha qurtarmışıq, amma içimizdə var. Dünən İsrağa gün 4-5 nəfər oturublar canlı yayında, söyüş verirlər milli fəallara, filanlara, istiqlalçılara, bölücüçülərə, İranı rəsmiyyətə tanımayanlara filan ki, mən buradan deyirəm, mənim nəzərimə Oğuz bəy, bizim milli hərəkətdə bir dənə böyük zəifimiz var, gücümüz yoxdur. Biz gücümüzü göstərməliyik. Bir dəfə, iki dəfə güc göstərmişik, göstərə bilməmişik, gərək göstərək. Nə mənədir? O güc budur ki, siz mühakimə və cəza vermək gücünüz gərək olar. Yəni gərək deyəsən ki, sən tohin elədin bu millətə, sən bu milləti təhqir elədin, mən də səni mücazat edirəm. Gərək dur o, bir-iki dənə şəhadəti qəbul eləyən Türk yolunda, Azərbaycan yolunda, millət yolunda, vətən yolunda şəhadət qəbul edin, gərək edək. O adamları hesabın qoya əlinə. Fərq eləməz, o Fars olsun, Türk olsun, Ərəb olsun, Bəluç olsun, Türkçəmən olsun, Kürd olsun. Məncə fərq eləməz, gərək bunu qoya. Amma bu ki, indi gələk o xəbərə, bu adam deyir ki, Azərbaycanda 5 milyon adam, 4-5 milyon adamı öldürmək bir şey deyil, torpaq mühümdür. Məncə düz deyir Oğuz bəy. Güclü adamlar budur baxırlar. Güc oradadır. Güclü adam deyir ki, torpaq adamdan çox mühümdür. Mən burada adam ayrı yerdən gətirir. Düşüncədir, güclü adam deyil o adam. Düşüncədən danışıram. Düşüncədən danışıram. Düşüncə, hakimiyyət, dövlət, sistem, bir millət ki gücdədir. Gücü alıb əlinə keçən 100 ildə hər yerdə olsun, Almanda olsun, Yahudiləri öldürsün, burada olsun, burada ölsün, erməni olsun, Azərbaycanda ya Solduzda, ya hər yerdə öldürsün, ya Türkiyədə qətliam eləsin. Bu onun o zamandır ki, özün gücünü bilir, deyir ki, mən öldürəcəm. Öldürə bilir, yəni girir öldürür, sonra da palçığı bizim üstümüzə yaxmağa çalışır. Bizi siz öldürdünüz deyə, məsələn, türklərə palçıq atır. Mən bu günləri Türkiyənin bir o tarixinin
qətliam məsələsini bərrəsi eləyən komisyonun başında gələnin sözlərinə qulaq asırdım. Deyir ki, ağa biz 2003-dən demişik ki, hər kəsin iddiası var gəlsin. Burada bir 3000 dana qəbir olmalıdır, 5000 dana qəbir olmalıdır. Gəlsinlər burada bir dana qəbir tapsınlar ki, orada erməni desinlər, burada qətliam. 50 dana erməni burada qətliam olub buradadır. Belə bir şey. Amma bunu bilirsiniz, bunlardan keçək. İndi bu bir dana düşüncədir. O düşüncəni İranda sembolize edir. Bəzən İran şəhri adında biri fəlsəfəsini gətirir. Biri də onun siyasi fəlsəfəsini deyir ki, biz öldürmək bizə çox mühümdür. Bizə adam mühüm deyil, torpaq mühümdür. Torpağın işğalı mühümdür. Eyni halda məsələn Pəhləvini görürük ki, Rıza Pəhləvi Bəhreyn idi ya Qətər idi. Ayrı Bəhreyn ilə cəşvarında. Müstəqil olanda gedir Təbriz deyir falan. Özdə deyir ki, bunun da bizə ərziş iqtisadisi yoxdur. Məhəmməd Rəza Şah. Məhəmməd Rəza Şah. Bəhreyn ilə cəşvar eləməsəm, orasını bilmirəm. Məhəmməd Rəza idi. Məhəmməd Rəza idi və Bəhreyn idi. Bəli. Bunu göstərir ki, güclü insan, güclü toplum, güclü millət, güclü dövlət. Mən bunu keçən dəfə də danışdım. Amerika məsələn gedir Əraqda nə qədər öldürür, səsi çıxmır. Fransa gedir Libini xarabiyə çevirir. O abadlıqda məmləkəti xarabiyə çevirir və heç kəs dinmir. Niyə? Çünki güclüdür. Güclünün yanında dururlar. Güclü deyir, mən öldürürəm İranda. İndi biz buna cavab verməliyik, Oğuz bəy. Yəni bu teorisyenlərə milli hərəkətdə gərək bir dana məhkəmə və cəza qrupu qururlar. Məncə. Bu fikir istərsiniz gələn həftə bunu qoyaq danışaq. Məhkəmə və cəza. Mənim də buna 2008-də məqalə yazmışam. Gərək məclis qurulsun, gərək məclisdən sonra dövlət və ədliyyə qurulsun. Eşikdən sən hökm verə bilərsən. Hakimlərin deyirlər ki, filan kəs ki, orada bizə bu sözü dedi, ya bu cinayət elədi, ya bu adamları tutur, mühakimə elir, dəlilsiz, qanunsuz və bunları ya polislər ki, gedirlər, dəstur verirlər, bunları öldürür. Biz bunları mühakimə və hökm vermək məcburiyyətində olmaz. Çünki gücü fəqət dili ilə göstərmək olmaz. Gücü gərək vurasan. Vurmasan olmaz. Qılıncın olmasa calarsan damda. Əgər silahın olmasa uduzarsan. Silahın biri tüfəkdir, biri də hökmüdür. Yəni cəza hökmü. Filan kəs tohin elədi, onun ölümü haqqdır. Verəcəksən, gedəcəkdir. Məncə belə. Buradan da geçək. Bu da mövzudan da mən biraz danışdım. Biraz da həyəcanlı olmuram. Düzün axtarsız çalışıram ki, həyəcanlı olmayam. Amma ən sonuncusunda danışaq gedək. Yəni bir saatdan da çoxdur. Bir saatdan da çoxdur əlbəttə. Bir saatdır, doğrudur. Bir də aslında danışaq keçək o birisinə. Bu 2 ildə 8 milyon nəfər İranda fəqirlik cızıllığının altında. Yəni məsələn deyək ki, Haşimi Rəfsanjani dövlətinə deyirlər ki, 12 milyon, 13 milyon tümən ayda gəlir olsa, indi Haşimi dövlətindən bu günəcən 24 il, 25 il geçir. Çox geçir, 28 il geçir. 28 ildə gəlirlər indi yetişib 12 milyona, 11, 12, 13 milyona yetişibdir. İnsanlar beləsi yazırlar. Bəzi ustad danışıqlar mən gördüklərim Tehranda ya İsfahanda deyirlər ki, orta təbəqə, mütəvəssit ki deyirlər farsda, orta təbəqə təqribən aradan gedir. Yəni təqribən İranda deyilən məmləkətdə insanlar iki yerə bölünüblər. Çox dövlətli, çox kasıb. Arada məsələn orta bir təbəqə təqribən aradan gedibdir. Ola bilər döhdürlərdən zaten orada burada bəzisi, onda hamısı yox. Bir pullar qazana bilirlər, amma mütəəssifانه belə bir şey. Bu 8, mən danışmayacağım, bax, dəfət cənabınız danışım ki, gedək o birisi bəhsə, buyurun. Siz də buyurun, mənə görə bir sosiyetanın, sivil sosiyetanın, sağlıqlı sivil sosiyetanın şaxis, mən belə deyim, indekslərindən biri, şaxisələrindən biri o middle class'dır, orta təbəqədir, orta klassdır. O nə qədər qalın olsa, o sosiyyətə daha güclüdür və daha sevilir. Yəni o təbii ki şey var, böyük bir dərə var, məsələ ən zəngin ilə ən fəqirin arasında sosiyyətədə. O iki dənə maksimumu və maksimum, yəni ən çox zəngin və ən çox fəqir. Onun arasında yoxsulun arasında nə qədər bu şeyin ortaq
qədəməni, yəni orta, yəni middle class deyilir İngilizcədə. Onun qalınlığı daha çox olsa, sosietə daha çox şeydir, gəlişəcək. Çünki hər şey ki çıxsa millətin gəlişməsinə, hər insan hətta o sosietənin içindən orta klassdan çıxacaqdır. Və bu sabit olunmuş bir məsələdir. Oraya girmirəm ki, onun üçün onu sabit eləmək özü bir saat çəkər ki. Ne demek ki insanlığı idare edenler, insanlığı geliştiren bütün insanlar hemen hemen hamısı orta klasdan çıkarlar. Ne zengin klasdan çıkarlar, ne fakir klasdan. Orta klasın yukarıya kalkış isteğidir ve aşağıya inmemesinin korkusundandır ki her zaman hareket var sosyetede. Yoksa en fakir ki çöreğini yiyebilmir, çöreği yani kazanabilmir veya su içmek için 10 kilometre yol gelir günde. Bunun içinden ne düşünür çıkar, ne filosof çıkar, ne teknisyen çıkar, ne hiçbir şey çıkmaz. Ve o zengin ki o kadar parası var ki paranı o düzeldir ve paraya o değer verir. Onun içinden de hiçbir şey çıkmaz. Çünkü hayatın ona anlamı yoktur. O orta klasdandır ki biz dünyada, indi dünyada her şeyi siz tanıyorsunuz. Yaptığı pes orta klasdan çıkmıştır. İran İslam Cumhuriyeti təşkil gətirəndən, o İslamın icubatından, İslamın bərəkətindən, o orta klas elə ərimiş, indi o yerə yetişmiş ki, böyük bir dərə açılmış. Zəngin ilə fəqrin arasında orta klas hemen qalmamış və ya çox və ya bağlısan bəzi yerlərə, zənginsən, ya da fəqirsən, həqiqətən yəni ət yeməyi düşünürsən ki, həftədə ailəvin sırfasına nə qədər ət qoya biləsən və ya yəni nutrition qoya biləsən ki, yəni bədənin sağlıqlı olar ki, beynin də sağlıqlı olur. Bəziləri də ki, var heç bilmirlər ətin fiyatını, heç bir şey bilmirlər. Çünki o heç bir şey ona önəmli deyil. Və bunu İslamın ücubatından olmuş. Çünki İslam o Ayətullah Xümeyni təşrif gətirəndə İrana buyurdular elə şeydə qəbristan adı neydi? Şeydə. Behişti Zəhmədə buyurdular ki, biz sizi insaniyyət məqamına yetirəcəyik və biz sizi mütəali edəcəyik. Yəni sizi göklərə qaldıracaq, mütəali. Mütəali etmək, yəni sizi qaldıracaq. Halbuki insan istəmir çox qalxsın. İnsan istəyir ayağını yerə bassın və bu yeri düzəlsin. Dünyevi olsun. İnsan istəyir bu yeri düzəlsin. Əslən, göylərlə, mütəaliliğlə əlaqəsi yoxdur insan. İnsan dünyevi bir mevcuttur ve gerek yemeğini, içmeğini burada, bütün medeniyeti burada yaratacaktır. Göklerde, mütealilikte, taali yerlerde medeniyet yoktur. Medeniyet buradadır. Ve İslam'ın icubatından ve Fars şevinizminin ve onun melgemesinden, Fars şevinizmi ve İslam'ın icubatından ve bereketinden Güney Azerbaycan ki bölgenin yemek səbətiydi, adı da elə buydu, İngilizcədən tərcümə eləmişəm mən bunu. Food Basket of the Region yazırlar o zaman 1920'lerde, 30'larda. Ki bölgenin yemeğini Güney Azerbaycan verir. Bölgenin yemeğini Azerbaycan o zaman. Buğdasını, arpasını, meyvesini, qarpızını, her şeyini Güney Azerbaycan'dan da ki yayılır. İndi Güney Azerbaycan düyüsünü də gətirir, buğdasını da Amerikadan gələn bu təlislərdə, torbalarda bu unu da gəlir. Qoyuğun da, ətin də bəli. Gəlir şəhərdən, şəhərdən un alır, aparır, çörək alır, aparır. Və Güney Azərbaycanı o fəlakətə və müflisliyə, yoxsunluğa salan əlbəttə ki, Fars şevinizmi ilə İslamın bərəkətinin şeyidir, məlqəməsidir. Təşəkkür edirəm. Çox sağ olun. Haşimi Rəfsanjani dövlətində mən Ruznamə Səlamda işləyirdim Oğuz bəy. Tazmani Bərnam Büdcə deyirlər də İranda. Onun müavinlərinin biri bizlə işləyirdi. Deyirdi ki, qərar bunadır ki, insanların, dövlət bu cür fikirləşir ki, insanların pulu çox pul vermişik. İnsanların gərək əlindən bu pulu çıxacaq. Ciddi deyirəm. Yəni o Tazmani Bərnam Büdcə deyirdi ki, bunun üçün də deyirdi şeydir. Məsələn, rəis cümhurları dəvət edirik gələr. Xarici məmləkətlərin şeylərini dəvət edirik. Gəlirlər Sazman Bərnam Büdcədə danışırlar. Bizə deyirlər ki, onlar nə cür toplayıblar millətləri, biz də ondan öyrəşdik. Mən soruşdum, bax, məsələn, adam 2 dana işdir, 3 dana işdir, kolyəsini satır. Deyir, bax, mühüm budur. Bu adam pulu tapır və yaşır. Əgər pulu tapırsa, yaşırsa, yəni pul var bu adamda. Bunu geri alasın əlinə.
o dövlətdən bu günəcən bunun yollarını çalışırlar ki, nədir bu insanların əlindən pulu yığarlar və kasıbladarlar. Kasıblığın siz əsərləri nə buyurdunuz? O cümlədən qorxaqlıqdır, təslim olmaqdır, aclıqdır, özün satmaqdır, məmur olmaqdır, insanları satmaqdır. Budur da bunlar. Yəni tamam yaltaqlıqlar kasıblıqdan gələcəkdir. Eyni halda burasını da deyək, üsyanlar da kasıblıqdan çıxacaqdır. Yəni kasıblar bir yerə yetişəcək, deyəcək da mənim ölmağımla qalım, indi də ölüyəm, elə ölsəm də ölüyəm. Yəni mən indi ölsəm daha rahatam. Bu beləsi vəziyyətə kasıblar üsyana çıxacaqlar. Onun üçün İranda indi bir term işlənir, ajların inqilabı. Ajların üsyanı ki, deyirlər bu çox çətin olur. Çox az ki bir termidir. Bəli, indi işlədirlər. Yəni bu camiəşünaslar, ustadlar, danışıqlarda bunu deyirlər ki, bu olacaqdır. Əski termidir, amma işlədirlər. İndi yəni İranda gündəmdə olan nəzəriyyə budur ki, belə bir cəryan gəlir qabağa. Çünki öyle bu şeylə. O zamandan bunlar 2-3 tane yol götürdülər. Bir bu ki, insanlara təvərrüm yaradılar. Təvərrüm nə demək? Dövlətə gəlir demək. Dövlət buradan fəqət qazanır, heç kəs qazanmır. Məsələn, biz bu məsələn, çörəyi alırdıq dünən 100 tümənə, bu gün alırıq 2000 tümənə. Bərbərini məsələn Təbrizdə. Tamam, bunun 1900... Bəli? Tamam. Bəli, bu bizim Təbrizdə bərbəri deyirik. Bizim Kəleybədə zadda şey deyirik, kükə deyirik. Kükə. Faslar istədilər bunu bərbərlərin, yəni mədəniyyət olmayanların çörəyi olaraq tanıdırlar. Çörəkdir. Bizdə var idi, kükə deyirik, kükə. Təbrizdə, Qəradağda, Əhərdə, Kəleybədə biz kükə deyirik. Təbrizdə də kükə deyirlər çox yerdə. Amma qədim bəzi yerlərdə, məhəllələr bərbəri deyirlər. Hər halda. Bunu məsələn bir də 2000 tümən olması 100 tüməndən ya 50 tüməndən, məsələn bir zaman 2 tümən idi. İnqilabın əvvəllərində biz bunu 2 tümən verirdik, 1 tümən verirdik. Məsələn 64-ə, 65-ə, İran savaşının axirlərinəcə 2 tümən idi. Birdən bu 2000 tümən gedib olub 2000 dolar, 2000 Oğuz bəy, 2000. Keçən şeydə seçkilərdən qabaq belə xəbər gəlmiş ki, 8000-ə çıxacaq. Bilmirəm çıxıb ya yox. Çünki neçə gündür mənim xəbərim yoxdur ki, bu neçə olubdur. Amma 2000-ə çıxsa hesab edin, 2 tümən 2000-ə çıxıb 44 ildə. Yəni 1000 qat gedib yuxarıya, 1000 qat. 1000 qat biz kasıblırıq da, 1000 qat kasıblırıq. Yəni deyin ki, siz məsələn elə o zamanki küşə 2000 tüməni deyin ki, ayda işlədirdiniz məsələn 4000 tümənə. İndi o 1000 qat getsə isə siz gələ istəsəz 4000 zərbiləri 1000 eləsəz, Oğuz bəy, neçələr? 40 milyon elə, hə? Düzdür. Bunu bitirelim. Bunu bitirelim. İstəyirəm deyəm ki, yəni bu yolundan ikinci yol bu oldu ki, insanlara umut sataq. Umut. Umudu nədir satdılar? Gəldilər, deyirlər ki, bursalın pulunu qazanacaqsınız. Sərmayədarlar, İran dövlətinin mafya sərmayədarları gəldilər, şirkətləri, yalan şirkətləri gətirdilər, qoydular bursa. Bursuda bunun qiymətini apardılar yuxarıya. İnsanlar buradan alsınlar, qazansınlar. Mən adam tanıram Torontoda, Oğuz bəy. 1 milyon 600 min dolara evin satdı, İranda burs aldı. 1 milyon 600 min dolar oldu 60 min tümən. 60 min dolar. O devlətin, İran devləti şeydir. Pul yığdı. Oradan pul yığdı. İndi geçən həftələrdə gəlib deyir ki, maşın satıram. Adamlar bir dəqiqədə, bunu İran televizyonda gördüm. Adamlar bir dəqiqədə 6 milyon adam pul töküb İran dövlətinin hesabına, 6 milyon. Mənə görə haqq eləyiblər. Hər kəs biz demişik, yapmayın bu işi, onlar eləyiblər. Təbii ki. Yəni istəyirəm ki, pul yığmaq, umut satıblar. Kasıb adam Oğuz bəy pulun saxlamağa çalışır. Pulunun ərzişini istəyir ki, çalsın, o da odur olur. Hər halda bu bəhs çox şeydir. Bundan çıxaq eşiyə. Yoldaşımız yazmış ki, orta sınıf və ya orta təbəqə normal ölkələrdə bilinen bir şey. Bizdə rant yiyənlər, ağzadə və xanımzadələr olur, gerisi qariban, doğru deyir. Bunu gələn həftə ehtimalən bu bəhsi getirək. Orta təbəqənin rolu nəsən danışaq, məsələn, bəlkə ola bilər. Mən bir cümlə bu istəsəniz bu bəhsi bitirelim. O da siz danışmışıq dəfələrcə. Yoxsulluq çoxaldıqca sosietədə əxlaq da çökür. Aradan gedir. Və o əxlaqsızlıq gələr ortaya indi və bütün onun değişik boyutları əxlaqsızlığın ki, biraz dediniz, özünü də satar, manqut da olar, böyrəni də satar, düşüncəsini də satar. Elə o həmən o. Hardan gəlir? Yoxsulluqdandır. Hər halda
İran Fars işgal sisteminin Güney Azərbaycana kullandığı ve başka milletlere en büyük hərbələrindən biri yoxsulluğu çoxaltmaqdır. Buyurun. Bəli. Mütəəssifən. Oğuz bəy, indi buradan bəhsimizi bölürük. Eləyə bilsək bu videonu ikiyə bölsək o da yaxşı olar. Yəni uzmanlara da mən başarmaram o işləri. Mən də başarmaram onu. Amma buradan bu üzə getiririk düşüncə bəhsi. Buyurun. Yəni beləsi deyək. Siz buyurun əvvəldən o 98-ci proqramımız düşüncə bəhsini deyin ki, bir moqaya ayırsaq, buradan bu üzəsə ayrılsa, bəlli olsun ki, biz nədə danışırıq. Mən bir yerdə istəyirəm danışam. Yəni o da çəkər. Yəni indi bizim 45 dəqiqəmiz var. Yox, o cür yox. Proqramın adını deyin ki, bir moqaya bu bölünsə, adamlar qulaq assalar bilsinlər ki, biz nədən danışırıq. Yoldaşlar istəsələr bu işi görərlər. Biz Güney Azərbaycandan baxış proqramının 98-ci bölümündəyik və ikinci bölümdə düşüncə proqramı. İkinci bölümündə daha çox düşüncəsəl məbhəslərə qatılmağa çalışırıq. Öncədən də bu işi görmüşük. Ancaq biz belə bir qənaətə gəldik ki, xəbəri hər kəs baxır, bilir və xəbərin təhlilində də maşallah hər kəs təhlilci olubdur. Və biz də elərik. Ancaq məsələ budur ki, yoxsulluq yerləri və yoxsun olduğumuz yerlərdən ən böyüyü və həmən ən böyüyü düşüncəsəl məsələlərdir. Bir məsələni, bir qonuyu ələ alarıq, eləyə bilsək bir dəfədə, eləyə bilməsək 2 dəfədə, 3 dəfədə, 10 dəfədə danışarıq və öz qənaətimizcə mənim gücüm yetdiyicə mən görüşlərimi sunaram. Sayın Səfəli bəy Hidayət də aynı işi görər və əsla belə bir məcburiyyətdə deyilik ki, həttəmən bir-birimizlə mütabiq olaq və ya olmayaq. Düşüncələr hər zaman dəyişik ola bilir. Lazım deyil ki, həttəmən müxalif olsun. Dəyişik ola bilir. Düşüncələr hər zaman dəyişik olur və biz düşüncələri sunmaq durumundayıq. Düşüncələrdir ki, bir-birini güləşər və eləyə bilər ki, qalib gələ. Hansı qalib gələcək sosietədə? O ki, çox işləyişi vardır. O ki, onun mekanizmi çox işləyişi var. Və ola bilər bir sürə 100 il bir düşüncə işləyişi çoxalsın, 100 il sonra, 50 il sonra və ya başqa bir coğrafiyada, başqa bir yerdə değişik düşüncənin işləyişi çoxalsın. Ona görə əsla öyle mütləq gerçək yoxdur və bizim əsla mənim şəxsən heç öyle bir inhisarım gerçəyə və doğruya yoxdur. Yüzlər dəfə də demişəm. Hətta nə qədər gerçəkçi konuşsam ki, danışsam desəm bu böylədir. Yenə də bilin ki, düşüncəm budur ki, mən əsla inhisarım yoxdur gerçəyə, heç də sahiblığım, yiyəliyim yoxdur. Mən düşüncəmi sunaram, bəlkə bir zaman dərdə dəyər və işlənilir. Bəlkə də dəyməz. Buyurun. Oğuz bəy, indi vaxtımız 40 dəqiqəmiz fikirlərim qalır. Bu 40 dəqiqədə biz bunu danışaq. 45 dəqiqə. Bu 45 dəqiqədə biz nəyi danışaq? Keçən dəfə bir dostumuz sual soruşdu. Dostumuzu qoyaq qırağa. Öpaq, qoyaq qırağa. Çox yaxşı oğlan, çox sağ olsun, təşəkkür edirəm. Bunu danışdı və bizi bugünkü nəticəyə gətirdi. Yəni bu özü o danışmağın bir nəticəsidir. Amma indi bizim içimizdə milli hərəkət ya Azərbaycanlıların içində o self-hatred var ha, özündən mütənəffir olmaq. O mütənəffir olmaq bizi bir-birimizin qabağında qoyur. Ona işarə elədim ki, mən də istəyirəm bunu bağlayam orada. Hə. Mən də istədim onu bağlayam bura. Bunu bağlayam ora. İndi bizdə bir aşıqlıq, bizdə bir bir aşağılıq kompleksi yaradıblar. Özümüzdən utanmaq, özümüzdən nifrət eləmək. Məsələn, İran, indi siz bunu, adam məsələn istəyir, mən istəyirəm cənabınızdan sual soruşuram. Gəlirəm, məsələn, elə bir siz mənim düşmənimsiz soruşuram. Ya sizi mən yıxacağam. İstəyirəm özümü görsədəm ki, xüsumətlə yaxlaşır yəni. Xüsumətlə mən elə bir özümü istəyirəm sabit eləyən bir iddia adamlara ki, dalda durublar baxırlar. Mən sizdən güclüyəm. Mən burada soruşaram, baxın yıxdım bacı adamı, görün necə cəsarətim var. Yerlə yeksan elədim. Oğuz bəy mən orada aldım başıma çaldım yerə gördünüz. Axı bu nə? İranda kültür varlığında giririk sözü. İranda gözəl bir kültür yaranmış bu 40 ili, 46 ili. Ki siz də lütfən əgər doğru deməsəm mənim sözümü kəsin. Möhkəm vururlar onun ağzına. Yəni normal danışıq və düşüncə alış-verişinin yerinə, medeni olmaq yerinə möhkəm
cevabı dəndanşikən verir İnsaf Oğuz Əliyev. bəy, əslən mən bunu Cunas TV-də Bax, demişəm. kültürə bax. Mərcibər kültürü, Oğuz bəy, mərcibər kültürü, o Cevabı mərcibər Sen bunun kültürü için niye sındırırsan? Sen bunu ağzını niye yapırsan? O söz değil, sen de söz deyicine. indi düşüncəsəl olaraq bu mövzunu ələ alırıq ki, biz ya mədəni fəallıq, milli mədəni fəallıq, ya Azərbaycancıq, ya türkçük, ya deyilik əslən. İnsan özümüzü amma insan bilirik. Özümüzü adam bilirik. Özümüzü istirik bu sosial toplumda, dünya toplumunda bir yaxşı insanlar bir-birinə gələndə nə cür rəftar elərlər. Düşmən dost hələ ayırtmırıq. Ha, deyirik düşmənlə sən ya düşmən kimi davranmasan. Ya. Amma dostla, amma deyək ki, burada indi dostla nə cür davranmaqdır, düşmənlə nə cür davranmaqdır, bunları nə cür gətirib özümüz, bunları bir açıqlayım, mən də sonra fikrimi deyərəm. Çünki mən əslində biraz sual tərzində də olmaqda. Yavaş-yavaş o 40 dəqiqəyə yaxınlaşır. Siz məni lütfən 20 dəqiqəyə yaxın qalanda bir uyarın. Gözüm üstə. O son 20 dəqiqədə sizin olsun, sözü bitirelim də. Tamam. İslamda mənim ən çox sevdiyim Qurandakı sözlərdən biri budur ki, ərəbcəsini deyəcəyəm. Deyir ki, Rühəma-ü beynəküm və əşdai ələl-küffar. Mən əslən şiddətə filana qarşı deyirəm, yanında deyirəm, ancaq o sözü ərz edirəm. Yəni, istəyirəm sözü yetirəm. Bəs demək ki, mənim bu indiki, buradakı danışığım əsla o kələmələrdə tıkanıb qalmaq deyil. Bütün genelde istəyirəm bir idea, bir düşünce yetirəm. Onu da umarım ki, yani ona başarılı olaram. Rühəma-ü beynəküm ne demek? Yani öz aranızda rəhim olun, rəhmətli olun. Merhem olun birbirinize. O sözün değişik manalarını dedim, rəhm sözünden. Birbirinizin yaralarına, yanlışlarına rəhman olun. Bağışlayın birbirinizi. Yumuşak olun birbirinize. Birbirinize sert girişmeyin. Mən oxuyaram. Siz buyurun. Baxdınız, mən gördüm ki, burada bir yazı var. Buyurun. Ve yoldaşımız zaten elə bu istiqamətdə şeyler yazır. Mən diqqətimi dağıtmayayım Səfəli bəy. Onlar istəsəniz sonra derik. Birbirinize yumuşak olun, rahim olun, bağışlayıcı olun. Kesmeyin, kırmayın birbirinizi. Ancak o taraftan da tabii o eşşiddai elel küffar. Kafirlere, yani o düşmanlara, ben kafirin manasını açmayacağım burada. O şiddet kelimesini orada işlerdir. Eşşiddai, şiddet, şı, dı ve dıdan düzeler. Teşdidi var, şeddede, şedde. Şiddetli olun. Şiddetli yani sert. Türkçe'de olur sert. Qaba. Qatı Türkçesi olur. Qatı olmak. Sert olmak ve qaba olmak. Ve tabii ki şiddetli olmak. Sert olmak. Deyir ki, onlara olun da. Deyir, eğer sizde bir sertlik varsa, bir yiğitlik varsa, bir qabalıq varsa, bir şiddet sizde varsa, onu o Cesaret varsa, cesaret varsa o tarafa gösterin. Elel küffara gösterin. Da beynəkümə yox. Və mən burada sizə İslam dərsi verməyə qalxmıram. Mən bunu başlanğıç olaraq hazırladım xidmətinizdə ki, biləsiniz ki, insan zaten şiddetli bir mevcuttur. İnsan geçmiş neçə milyon il içinde, evrim sürecinde insan çok qaba, çok qatı, sert, acımasız, genosid yapan, suicidal, özüne kıymayan birisi gelişmiş. Böyle bir mevcut gelişmiş. Yani siz her ne deyirsiniz, ilm ve evrim elmi bize bunu ispat edip ki, insan dediğiniz mevcut çok sert, çok şiddetli birisi, çok acımasız, rəhmisiz birisidir. İndi ve bunu biz görürük ki, öbür heyvanlarla neynir bu insan? Resmen yok ediyorlar. Ve geçen neçə milyon ildə bu insan gəlib, insan ola geçen en azından diyelim 200 bin ildə özüne benzer çeşitler, en azından 10 ila 12 çeşit insanı aradan aparmış. Şimdi özü kalmış yalnız. Siz
Əlbəttə hamısından çox Neandertalı tanıyırsınız. Mən sizi demirəm Səfəli bəy. Müxatəblərimi deyirəm. Değişik çeşit insanlar var. Yani homogenistler İngilizcesini deyim. Bunların en çoxunu siz Neandertalı tanıyırsınız. Çünkü en çok onları deyiblər. Yoksa evrim sistemini öğrenenler, ben evrim sistemini öğrendiğime göre arz edeyim tutmasınıza ve öğrencisi olduğuma göre arz edeyim tutmasınıza ki 10-12 değişik çeşit insan çeşidi var. İyiymiş ki yoktur. Size göre bunları elə fəqət tufanlar, dağdan gələn daşlar filan aradan aparmış, soğuqlaqlar. O əski yer kürəsinin donmağı mı? Yok. Tabii ki insan bunları